Hamını salamlayıram əziz dostlar, tamaşaçılar. Alanya'nın tam mərkəzindəyik. Bugün gördüyünüz bu gözəl binada sizə 1+1 2 otaqlı mənzil təqdim edəcəm. Yeni binadır, 2 illik. Bu tərəf arsa sahibləri üçün tikilən binadır. Əsas bina isə buradadır. Baxın, orada satılıq yazılıb. CIA Emlak GIA. Yəni Kleopatra Invest Alanya. Tanıyan əmlakçı dostlar, qardaşlar, oraya müraciət edə bilərsiniz. Engin Sarı, yəni onu hər kəs tanıyır. Çox güman ki, Engin'i də buradan salamlayırıq, dostumuzu. İnşallah Engin Sarıya, Kleopatra Invest Alanya'ya müraciət edə bilərsiniz ya da mənə müraciət edə bilərsiniz. Bu mənzil üçün çox gözəl mənzildir və çox gözəl binadır. Tam infrastrukturalı. Bura Alanya'nın mərkəzi küçəsidir. Qarşıda Migros var. Marketler, burada Xaspulun mağazası var vesaire. Yani bu ərazilər hamısı dənizə məsafə hardasa 400-500 metr məsafədir. Birbaşa Kleopatra plajına çıxışınız var. Mənzil çox gözəldir, mənzərəsi həm dağ, dəniz, hər şey var. İndi baxacağıq. Bu tərəf arsa sahibləri üçün olduğuna görə ayrıdır. Bizim sitə buradır. Ana bina buradır. Kommersiya binası, yəni satış üçün nəzərdə tutulan inşaat şirkətin binası buradır. Burada da önündə fontanlar, palma ağaçları. Yəni çox lüks, gözəl bir binadır bura. Bu tərəfdə isə Yes Sokaq Ləzzətləri kafe burada fəaliyyətdədir. Binanın tam altında. İndi isə daxil oluruq. Baxaq içəridə nələr var, nələr yox. Və infrastrukturaya baxandan sonra qapalı havuz, açıq havuz, sauna qalxacağıq sonda mənzilə. Əziz dostlar, qapı şifrəli idi. Şifrəni yazdıq, daxil olduq. Belə bir xol hissədir. Jalüzləri çəkiblər ki, sərin olsun. Klima çalışır. Video sistemi var burada. Burada poçtadır, gələn poçtalar. Və bu binada onu da qeyd edeyim ki, qısa dönəm kiralamaq üçün, evləri kiraya vermək üçün icazə var. Burada böyle bir balaca balkon var. Bu balkondan çıxırıq, haranı görürük. Bizim binanın hovuzunu görürük. Böyük hovuzu var. Balaca hovuz, generator. İndi aşağıda düşəcəyik. Qarşıda bardır və baxın nə qədər sakinlər istirahət edirlər. Balkondan çıxdıqdan sonra burada da böyle bir oturma köşəsi var. Bura bizdə mənzillərin olduğu qatdır. 1 nömrəli mənzillər, 2, 3, 5 hamısı buradadır. Bizim mənzilimiz 7-ci mərtəbədədir, ən üst yuxarıda. İndi təklif edirəm, düşək buradan nərdivanla aşağıya, sonra isə liftlə qalxarıq mənzilə. Çünki aşağıda infrastrukturaya baxacağıq. Və endik aşağıya. Aşağıya endik və əlbəttə ki, burada hardan başlayaq? Fitnessdən başlayaq. Və kafeteriya da var burada. Gəlin öncə kafenin içinə daxil olun. Çox sərindir. Baxın, hər yerdə havalandırma, kondisioner. Bax, ev şəraitində necə gözəl. Bura sizin yaşadığınız binadır. Təsəvvür edin, bura sizin öz binanızdır. Burada nə varsa hamısını istifadə edə bilərsiniz. Bu da mətbəxi. Buyurun, nə lazımdır? Oturun, istirahət edin. Havuz buradadır. Uşaqlar oynayır. Buradan oturub baxırsınız sərində. Və açırıq fitness zalın qapısını, daxil oluruq fitness zala. Burada da kondisioner çalışır, sərin. Güzgüləri, müasir trenajör alətləri, hər şey yüksək səviyyədə. İndi isə düz gedək. O tərəfdən elə havuz kənarına da çıxarıq. Baxın, burada 2 dənə lift var. Hansı ki, düz aşağıya qədər qaldırır sizi. Giriş bir üst qatdadır. Bu tərəfə dönsək, burada bizdə nə var? Burada bizdə VC-lər, qardiroplar, qadın və kişi üçün soyunma kabinləri və qapalı havuzun girişi buradandır zaten. Burada da hər yerdə kamera sistemi çalışır və gəlirik bu tərəfə. Işıqlar avtomatik yanır. Burada bizdə Türk hamamı var, amma Türk hamamı bağlıdır. Bəllidir, indi artıq yaydır. Küçədə elə hamam kimi isti var. Ona görə çox adam istifadə eləmir hamamı, saunanı. Burada saunadır. Artıq yayda yox, bu aktivitelər, hamam, sauna, fitness
Buxar odası qışda çox önəmlidir. Burada duş və çıxırıq hara qapalı havuza. Bəli, bu da bizim yaşayış kompleksimizin, lüks yaşayış kompleksimizin qapalı havuz hissəsi. Burada da oturma masası, şezlonglar, hər şey var. Bu tərəfdə də gözəl landşaft, ağaclar, yaşıllıq. Üstü bağlıdır, tam olaraq bağlıdır. Qışda yəni çox isti olacaq. Orada da duş. Və elə buradan da binanın kənarından çıxaq hara açıq hovuzun ətrafına. Oranı da görsədim. Yayın əsl hamının sevdiyi yeri açıq hovuzdur. Burada qəşəng ağaclar əkilib. Uşaqların oynaması üçün açıqda yer var. Belə bir balaca yerdir. Və buradan çıxırıq hara hovuz kənarına. Hovuz kənarına çıxırıq. İnsanları çox narahat eləmədən qısa olaraq buradan görüntülər göstərim sizə. Bura bar hissədir. Yenə də oturmağa yerlərimiz var. Və haradasa 30 metr uzunluğunda bir hovuz. Arxada uşaq hovuzu, generator, şezlonglar, şəmsiyələr. Bir də binanın görünüşünə buradan baxaq. Çox qəşəng səviyyəli. Bu da 2 dənə duşdur burada. Belə əziz dostlar, indi isə gedirik yuxarıya mənzili görməyə. Mənzil çox gözəldir. Əsasən də mənzərələr. Liftimiz açıldı və daxil oluruq liftə, qalxırıq hara tam 7-ci mərtəbəyə. Bəli, əziz dostlar, liftdən çıxdıq və gedirik. Bizim mənzil bu tərəfdədir. Bu arada, baxın, bizim mənzilimiz köşə dairədir. Yəni, hər mərtəbədə 1 və ya 2 dənə belə mənzil olur. Onların da kvadratı böyük olur. Bizim mənzil 55 kvadratdır, indi görəcəyik. Qapını açdım, daxil olduq içəriyə. Belə bir giriş hissə. 1+1 mənzil, 2 otaqlı mənzil, 55 kvadrat metr. Baxın, belə bir şkaf var girişdə, ayaqqabı və paltarları qoymağa. Bir dənə şkaf da burada var. Önümüzdə bir sanuzov var, əvvəlcə bura baxaq. Duş kabin. Və sağ tərəfdə bir otaq, sol tərəfdə ikinci otağımız var. Evin hər yerində yerdən isitmə sistemi var. Bu, bütün mənzillərdə yoxdur. Bu, sonradan bu ev üçün xüsusi olaraq quraşdırılıb. Burada balaca bir balkondur. Çıxırıq balkona və balkondan nə görürük? Gözəl mənzərələr. Yaxınlaşdırım. Gözlə görülən məsafə budur. Gözlə görülən məsafə budur. Biraz yaxınlaşdırsam, o belə. Hər dəfə bunu qeyd edirəm, gözlə görülən məsafə. Çünki mən 1 ilə deyil, 0.6 ilə çəkilişləri eləyirəm. Yəni, balacalaşdırıram ki, ekran daha geniş aspektdə göstərə bilsin. Bu otağa baxdıqdan sonra daxil oluruq hara? Salona. Belə bir salon var burada. Geniş pəncərələr, Amerikan mətbəxi, ev əşyasızdır. Qiymətini hər dəfə mən yazıram. Bu mənzilin qiyməti 185.000 evrodur. Amma yenə deyirəm, Kleopatra Invest Alanya, Engin Sarını çox əmlakçı dostlarımız tanıyır. Birbaşa özünə də müraciət edə bilərsiniz. Nömrəsi də burada yazılıb, aşağıdan görə bilərsiniz. Və ikinci böyük balkon.
Burada da belə bir mənzərə var. Alanya qalasına birbaşa baxırıq üzbəyüz. Bu tərəfdə dəniz görsənir. Dənizə məsafə hardasa bax, dəniz bu tərəfdə getsək 400-450 metr məsafədədir. Kleopatra. Ən prestijli plyaj Kleopatra plyajı. Gözlə görülən məsafə. Alanya qalasını hal-hazırda mən belə görürəm əziz dostlar. Çox yaxındır. Aşağıda da ana yol, dediyim kimi bütün infrastruktura, mağazalar, kafeler hamısı yanımızdadır. Belə hörmətli dostlar, Alanya mərkəzdə dənizə 400-450 metr, 500 metr maksimum məsafədə gözəl premium bir yaşayış kompleksi, tam infrastrukturalı, 2 otaqlı mənzil, 55 kvadrat metr kvadratı var və qiyməti 185.000 avro, bazarlıq var. Mənimlə də əlaqə saxlaya bilərsiniz, Engin Sarı ilə də əlaqə saxlaya bilərsiniz, Kleopatra Invest Alanya və bu mənzilin sahibi ola bilərsiniz. Bəli, adətən mən videolarda heç vaxt yəni inşaat şirkətini və ya başqa kimin ev olduğunu demirəm. Çünki Engin bizim yaxın dostumuzdur, qardaşımızdır. Engini də salamlayırıq. Ona görə istəyirik ki, bu ev satılsın. İzlədiyiniz üçün təşəkkürlər. Sağ olun, var olun. İnşallah gələn videolarda görüşərik.